Şəhidlərə Allah Qur'an-ı Kərimdə şəhidlik məfhumundan danışanda bu günləri hamı şəhidlərdən danışır, hamı şəhidlərə öz ehtiramını göstərir. Amma bunu başa düşməliyik ki, şəhidlik məfhumunu dinimizə və cəmiyyətə gətirən Qur'an-ı Kərimdir. Qur'an-ı Kərimdir ki, Allah yolunda, din yolunda, haqq yolunda dünyasını deyişənlərə bir dənə status verib ki, onlara ölü deməyin. Onlar şəhiddirlər, bilmirsiniz. Onlar öz Rəblərinin yanında ruzilənirlər. Bunu bizə öyrədən Qur'andır. Amma cəmiyyət gəlir, şəhidlərə ehtiram göstərir. Amma şəhidlərə ehtiram göstərən bir dənə kitaba hörmətsizlik edir. Hökmlərini ayağının altına qoyur. Hökmlərinə hörmət göstərmir. Qur'an-ı Kərim təqvalılara müjdə verir. Buyurur ki, Allah yalnız əməlləri təqvalılardan qəbul edəcək. Nə qədər əməl edirsənsə elə, təqva yoxdursa buyurur ki, elədiklərin əlindən çıxacaq, alladacaqlar səni, yolundan çıxacaqsan, azacaqsan. Təqva Qur'anın, belə deyim, ürəyidir. İstəyir insana təqvanı aşılasın. Ona görə libaslardan danışanda Allah ən gözəl libasdan danışır, buyurur ki, ən gözəl libas təqva libasıdır. Onu əldə eləməyə çalışın. Qur'an-ı Kərim bu cəhətdən bizə təqvaya gedib nə cür çatmaq olar, onun proqramını əta edir, onun proqramını öyrədir bizə.